Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə bir sual izahına baxasıyıq. Deməli, sualımız Güvən Nəşriyyatının test bankından götürülmüşdür. Gördüyünüz kimi sualımız tabeli mürəkkəb cümlə ilə bağlı bir sualdır. Suala keçməzdən əvvəl bir şey xatırladım. Yəni ki, bizim əsas məqsədimiz sualın izahı ilə yanaşı, istərik bu sualda olan bir neçə mövzuya toxunaq və mövzular haqqında da məlumat verək. Baxaq sualımıza. O hiss etdi ki, ondan nə isə gizlədirlər. Birinci, ikinci şərtdə gördüyümüz kimi bizdən soruşulur baş cümləyə aid fikirlər və yaxud da budaq cümləyə aid fikirlər. Baxaq görək baş cümlə nə zaman gələr, budaq cümlə nə zaman gələr. Bunların işlənmə yerinə baxaq. Birinci, baş cümlə nə zaman gələr, budaq cümlə nə zaman gələr. Birinci məsələ, tabeli mürəkkəb cümlənin tərəflərini bağlaması üçün bizə tabelik bağlayıcıları lazımdır. Bağlayıcılar özləri iki yerə bölünür. Tabelsiz bağlayıcıları, bir də tabelik bağlayıcıları. Tabelik bağlayıcılarından hansıları gələrsə birinci baş cümlə gələr, sonra budaq cümlə gələr. Aydınlaşdırma bağlayıcısı gələrsə, aydınlaşdırma, tabelin aydınlaşdırması bağlayıcısıdır ki, belə ki. İkinci, səbəb və məqsəd bağlayıcısı gələrsə, hansılardır? Çünki, ona görə ki, ondan ötürü ki. Üçüncü, əvəzlik gəlib. Əvəzlik gəliblər nədir bəs? Əvəzlik gəlib öz funksiyasını itirmiş işarə əvəzlikləridir. Baxaq digər məsələyə, bəs nə zaman budaq cümlə birinci gələr, baş cümlə sonra gələr və bir şey hər zaman yadda saxlayın ki, ox hər zaman budaq cümlədən baş cümləyə doğru gedəcək. Kvadrat formasında olan baş cümlədir, yumru olan isə budaq cümlədir. Və birinci başlayaq bağlayıcılarımızdan. Şərt bağlayıcısı. Şərt bağlayıcıları hansılardır? Əgər, hərgah, madam ki, indi ki, bir halda ki. İkinci, güzəşt bağlayıcısı. Güzəşt bağlayıcıları hansılardır? Hərçənd, hərçənd ki. Üçüncü, bağlayıcı sözlər. Bağlayıcı sözlər nədir bəs? Bağlayıcı sözlər. Bağlayıcı sözlər öz funksiyasını itirmiş sual əvəzlikləridir. Dördüncü və əsas məsələlərdən biri də daha çox qarşımıza çıxan bağlayıcı vasitələrdən biri də M ədatıdır. M-4 ədatı və sa üssü 2, bir də sa üssü 2 da ədatı və yaxud da belə ədatı. Yəni bunlar daha çox budaq cümləni baş cümləyə bağlayır. Gəlin keçək bir məsələyə baxaq. Ki ilə bağlı bir məsələyə baxaq. Bir də qarşımıza çıxacaq bir-iki məsələ var ki, onlara baxasıyıq sizlə. Deməli, biz dedik ki, tabeli mürəkkəb cümlədə bağlamaq üçün tabelik bağlayıcı olur. Bəs hər zaman mı belədir ki, yəni tabeli mürəkkəb cümlədə tabelik bağlayıcı olar və yaxud da tabelsiz bağlayıcısı olmaz. Məsəl üçün, bir nümunəyə baxaq sizlə. Deyirəm ki, Əli gəldi, virgül, ancaq Əhməd gəlmədi. Aşağıdan yazaq. Gəlmədi. Deməli, bu cümləyə baxası olsaq, burada ancaq qarşılaşdırma bağlayıcısı var və bu cümlə qarşılaşdırma ilə əlaqəli tabelsiz mürəkkəb cümlə olacaq. Ancaq bu cümlənin əvvəlinə düzdür, doğrudur, hərçənd, yəni düzdür, doğrudur, modal sözləri artırılarsa, bu cümlə artıq tabelsiz mürəkkəb cümlə yox, tabeli mürəkkəb cümlə olacaq və bu zamanda budaq cümlə birinci gələcək və baş cümlə sonradan gələcək. İkinci əsas məsələlərdən biri də ki ilə bağlı məsələdir. Ki ilə bağlı məsələ. Yəni ki bağlayıcısı olan cümlədə hər zaman baş cümlə birinci, budaq cümlə sonra gəlmir. Bu məsələyə baxaq. Əgər ki olan cümlədə, iki dənə cümlə yazacağam mən inşallah bura. Ki olan cümlədə birinci yazıram. Mən dedim ki, gələrsən. İkinci bir cümlə yazıram. Evə çatmışdım ki, yağış başladı. Yağış başladı. Deməli, iki nümunəyə baxaq. Hər ikisində ki var. Zaman budaq cümləsi var. Zaman budaq cümləsi. Ki o zamanda zaman budaq cümləsində budaq cümlə birinci gəlir, baş cümlə
sonradan gəlir. Bəs mən buradakı ki olan cümləni necə fərqləndirəcəm ki, o zaman budaq cümləsidir və yaxud da deyil. Deməli, ki olan cümlədə əgər yenicə, təzəcə, mən qələmi dəyişim buradan, təzəcə sözləri varsa və yaxud da bundan əvvəlki sözə, yəni çatmışdımı, yəni bundan əvvəlki feili anda ilə əvəz edə bilərəmsə, yəni evə çatanda yağış başladı deyə bilirəmsə, bu zaman bu ki olan hissə olacaq budaq, sonrakı hissə olacaq baş gələrsən və yaxud da mən yenicə dedim ki, gələrsən, olmaz. Deməli, bu zaman birinci baş cümlə olacaq, sonra olacaq budaq cümlə. Deməli, biz ki məsələsi aydın oldu bizə. Keçək də sualımıza baxaq. Cümlə ilə bağlı uyğunluğu müəyyən edin yenə. Baxaq. Ki var, o hiss etdi ki, deməli ki olan hissəyə baxırıq. Baxaq görək bu birinci baş cümlə gələcək, yoxsa budaq cümlə gələsidir. Cümləmizdə yenicə təzə sözləri yoxdur və yaxud da o hiss edəndə anda ilə əvəz edə bilmirik. Deməli, burada olacaq birinci baş cümlə, ikinci olacaq budaq cümlə. Deməli, bizim sxemimiz necə oldu? Baş cümlə birinci, budaq cümlə isə ikinci tərəfdir. Deməli, baxırıq bizdən burada cümlə üzvlərini də soruşur. Gəlin cümlənin sintaksi təhlil edək. Nə etdi, hiss etdi, kim hiss etdi, o hiss etdi. Deməli, baş cümləmiz mübtəda və xəbərdən ibarətdir. Mübtəda və xəbərdən ibarətsə, görürük burada sadə cümlənin şəxsi görünövlərində soruşurlar. Əgər cümlədə mübtədamız varsa, həmin cümlə olacaq müəyyən şəxsli cümlə. Digərinə baxaq. Nə edirdilər? Gizlədirdilər. Kimdən gizlədirdilər? Ondan gizlədirdilər. Nə gizlədilər? Nə isə gizlədilər. Yəni, nəyi gizlədilər? Bu da tamamlıqdır. Cümləmizi təhlil etdik. Gəlin, baxaq, görək. İkinci tərəfimiz, ikinci cümləmiz, yəni budaq cümləmiz sadə cümlə şəxsə görə hansı növündədir? Baxırıq, üçüncü şəxsin cəmindədir. Bir yadımıza salaq sadə cümlənin şəxsə görünövlərini. Hansı cümlələri ki, üçüncü şəxsin cəmində olsun, mübtədası olmasın, bir ümumi şəxsi cümlə idi, bir də qeyri-müəyyən şəxsi cümlə. Əgər yalnız onlara aid idisə proses, hadisə, bu qeyri-müəyyən şəxsi cümlə idi. Yox, ümumi hər kəs aidsə, yəni aforizmlər idisə, bu olur ümumi şəxsi cümlə. Görür ki, burada proses yalnız onlara aiddir. Deməli, bu cümlə olacaq qeyri-müəyyən şəxsi cümlə. Deməli, artıq demək olar ki, biz müəyyən bu testlə bağlı müəyyən həlləri eləmişik. Gəlin, indi bunları qruplaşdıraq. Mübtəda və xəbərdən ibarətdir. 1, 2 yazaq bu hissəyə, 1, 2 yazaq. Mübtəda və xəbərdən ibarətdir. Baş cümləyə aid fikirdir. Bəli, mübtəda və xəbərdən ibarətdir. 1-ə yazırıq A-nı. Sonra, ikinci dərəcəli üzvün nə sualına cavab verir? Gələk bu məsələyə. Bəli, burada qeyri-müəyyən əvəzlik var ki, nə isə burada qeyri-müəyyən vasitəsi tamamlıqdır. Ümumiyyətlə, baxaq görək tamamlıq özü neçə yerə bölünür? Tamamlıq özü bölünür 2 yerə. Müəyyən vasitəli tamamlıq var, daha doğrusu vasitəli tamamlıq var, bir də vasitəsiz tamamlıq var. Vasitəsiz tamamlıq özü bölünür 2 yerə. Müəyyən vasitəsiz tamamlıq, bir də qeyri-müəyyən vasitəsiz tamamlıq. Müəyyən vasitəsiz tamamlıq müəyyən təsirli halda olan sözlərdir. Yəni, kimi, nəyi, haranın sualına cavab verir. Qeyri-müəyyən vasitəsiz tamamlıqlar isə qeyri-müəyyən təsirli halda olan sözlərdir. Yəni, nə sualına cavab verir? Deməli, ikinci dərəcə üzvündən sualına cavab verir. Bu, budaq cümlədədir. Yazacağıq 2-yə B-ni. Mübtəda işlənməsə də bərpa edilə bilər. Aha, mübtəda işlənməsə bərpa edilər misalı yanlışdır. Mübtədanın təsəvvür olunması var. Yəni, sadə cümlənin şəxsi görünövlərində, yəni qeyri-müəyyən şəxsi cümlədə onlar təsəvvür olunur. Yəni, onların bərpası mümkün deyil. Əgər onlar bərpa olunarsa, bu hissə olacaq müəyyən şəxsi cümlə. O görə C variantı yanlışdır. Müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümləni aid eləmişdik baş hissəyə, baş cümləyə. Deməli, yazacağıq buna D-nı. Sonra cümlədə uzlaşma əlaqəsi yoxdur deyir. Aha, gəlin uzlaşma əlaqəsinə baxaq görək. Uzlaşma əlaqəsi nə deməkdir və harda olur? Ümumiyyətlə, sintaktik əlaqələr bölünür ki, tabeli əlaqəsi, bir də tabelsiz əlaqəsi. Tabeli əlaqəsindədir uzlaşma əlaqəsi. Tabeli əlaqəsi bölünür 3 yerə. Uzlaşma əlaqəsi, yanaşma əlaqəsi, bir də idarə əlaqəsi. Bəs uzlaşma əlaqəsi nədir və harda olur? Birincisi, uzlaşma əlaqəsində mübtəda və xəbər arasında olur. Mübtəda və xəbər arasında, yəni cümlədə mübtəda və xəbər varsa, deməli orada uzlaşma əlaqəsi var. Bir də ikinci və üçüncü növ təyini söz birləşmələrində olur. Təy, S, B. Yəni təyini söz birləşmələri arasında
uzlaşma əlaqəsi olur. Və digər növlərdən fərqli olaraq uzlaşma əlaqəsində ox əksinə gedir. Amma digərlərində bu formada ox soldan sağa doğru gedir. Deməli, baxaq görək deyir, hansında yoxdur deyir. Birincisi cümlədə, baş cümlədə mübtəda və xəbərdən ibarətdir. Deməli, birinci cümlədə bizim uzlaşma əlaqəmiz var. Yəni biz bunu 1-ə yaza bilmərik. İkinciyə baxırıq. İkincidə nə mübtədamız yoxdur, yəni xəbərlə uzlaşma əlaqəsinə girsən, nə də ki, ikinci və üçüncü növ təyini söz birləşməsi yoxdur. Deməli, bu da olacaq Y. Bizim cavabımız oldu 1A-dır, 2B, E. Cavabımız oldu A variantı. Yəni əlimizdən gələn qədər çalışırıq ki, siz izləyicilərə, abituriyentlərə kömək olaq. Sağ olun, salamat qalın.